Salam əziz izləyicilər. Bugün biz sizinlə birlikdə kartoşka lüləsi hazırlayacağıq. Əgər bizi axıra kimi izləsəz, kartoşka lüləsinin sirlərindən danışacağım. İlk öncə kartoşkanı yaxşı yuyuruq. Biz əlimizdə olan kartoşkadan istifadə elədik. Ya məsləhət olar ki, köhnə kartoşkadan istifadə eləyəsiniz lülə üçün, kartoşka lüləsi üçün. Və kartoşkanın üzərinə su çıxana qədər doldururuq və qazın üstünə qoyuruq. Qazın xodunu gül eləyirik ki, qaynasın. Qaynara düşdü, bir 3 dəqiqə, 4 dəqiqə qaynayaq. Rahat qaynayandan sonra ağzını bağlayırıq. Sonra həmin vəziyyətdə söndürürük və qazanı qırağa qoyuruq. Özü tam soyana kimi orada qalır ki, kartoşka tam bişmiş olmasın. Çünki əsl həqiqətdə biz onu manqalda bişirəcəyik. Və sonra həmin kartoşkanı yaxşı soyuruq, təmizləyirik. Siz istəsəz ət çəkən maşından da keçirə bilərsiniz, çəkə bilərsiniz. Biz maraqlı olsun deyə teorikadan istifadə elədik. Zövqlər müxtəlifdir. Kartoşka lüləsinin də bir neçə hazırlanma qaydası var. Biz ən sadə qaydasından istifadə elədik. Duz, qara istiot, əlimizi suya vururuq ki, kartoşka əlimizə yapışmasın. Arada əlimizi suya batıra onu yaxşı qaçışdırırıq. Zövqə görə sarıköç də vurmaq olar. İstəsəz yumurtanın sarısını da vurmaq olar. Quyruq da əlavə eləmək olar. Və yaxud da ki, quyruğun əvəzinə zövqə görə istəsəz kərə yağı az miqdarda əlavə eləmək olar. Qovrulmuş soğan da əlavə edə bilərsiniz. Qıraqda bir tavada içinə varacağınız kərə yağını soğanın əlavə edib onu yaxşı qovurub kartoşkaya qatasınız. Və gördüyünüz kimi artıq biz kartoşka lüləsini işə keçirdirik. Bizim balaca şefimiz bizi bəyənib dəstək olmaq üçün abunə olmağı unutmayın. Balaca şefin vurduğu kartoşkanı fikirlərinizi rəydə yazarsınız. Kartoşkanı kündə halında əldə eləyib, şişə taxıb, sonra onu ehmalda yavaş lüləni hər adam vura bilmir. Çətinlik çəkir, bəzən görürsən həvəskarlar bağ yerlərində kebab çəkəndə. Amma ehmalda şişə salandan sonra artıq üstündən yavaş sanki barmağından əzirmişsən kimi. Yaxşı olar ki, kartoşka lüləsini közə qoyanda altının közü zəif olsun, bir o qədər isti od üzərinə qoymayasınız. Çünki kartoşka yanmağa meyillidir. Çalışasınız tez çevirəsiniz. Kartoşka lüləsini manqalda nə qədər çox saxlasaq, nə qədər çox qalsa, tez çevirməklə, altı zəif olmaqla sanki qurusun kartoşka biraz. Təbii ki, burada da zövqlər müxtəlif ola bilər. Gördüğünüz kimi kartoşkanın kızarmağı. Böyle olanda kartoşka biraz xırçıltılı olur. Artık biz kartoşkanı şişdən çıxardırıq. Şişin ucunu bir balada çırpmaqla sanki kartoşkanın lüləsinin şişdən rahat aralanmasına kömək eləyir. Yüngülvari ucunu daşa mı, taxtaya mı, əlinizdə olan hər hansısa bir alətə çıxmaqla. Sonra istədiyiniz ölçüdə lülələri kəsə bilərsiniz. Gördüyünüz kimi biz bu ölçüdə kəsdik. Bura qədər bizi izlədiniz. Çox sağ olun. Təşəkkür edirik.
Bizi bəyənməyi, dəstək olmaq üçün abunə olmağı unutmayın. Əgər siz də hazırlasanız, sizlərə də nuş olsun. Rəylərdə yazmağı unutmayın.